içindedir yağ balı. Evimde akşakalat vannası, garderobumda brilyantları. Kıskananlar beni koy çaptasın ama evvelce içer şirin çayı, sonra Maldivlere balayı. Ferrari yalan bu çehrayı, dünyanı gezer bütün yayı. Karıştır içer şirin çayı, karıştır içer şirin çayı, karıştır içer şirin çayı. Gezirəm hər gün lüks butiklər, sevgilim alo pul göndər. İşə getmirəm hər səhər, Instagram, TikTok, gün gecə. Bir əlim içindədir yağ balı, evimdə akşakalat vannası, garderobumda brilyantları. Kıskananlar beni koy çaptasın ama evvelce içer şirin çayı, sonra Maldivlere balayı. Ferrari yalan bu çehrayı, dünyanı gezer bütün yayı. Karıştır içer şirin çayı, karıştır içer şirin çayı, karıştır içer şirin çayı. Karıştır içer şirin çayı, 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 karıştır içer şirin çayı. Şirin çayımızı içtik, qaldı Maldiv adalarına getmək. Hər vaxtın xeyir olsun əzizim. Nərmin Kərimbəyeva bugün Günə Davamın özəl sənətçi qonağıdır. O gəldisə, bu o deməkdir ki, bol enerji olacaq, rəqslər olacaq, gözəl hava olacaq. Xoş gəldin əzizim. Çox sağ olun əzizim, dəvətiniz üçün minnətdaram. Həmişə. Sizinlə həmişə gözəldir. Bazar günləri xüsusilə gözəl olur. Ay, bu nə enerjidir. Bəli, bazar günü oyanırsan, Xəcə Sənan qızını efirdə görürsən, o parıltını, o Çayımızı da şirin müsbəti, elədi. o informasiyanı, şirin çayla başlayırsan günümü. O nədir yəni? Hər şey qarışır bir-birinə, pozitiv qarışır bir-birinə. Mən də gəldim, dedim ki, mən də bir nöqtəmi qoyacağam, pozitiv nöqtəsini. Aferin. Həmişə sən gələsən, ay Nərmin. Həmişə Sən sən olsun deyə. gələsən. Şirin çayı bəyənirsənmi Xəcə? Gördüm, Əlbəttə. birgə rəqs elədik. Çox qəşəng idi. Həm Şirin çay. səhər o enerjini yenidən yaratdıq özümüzdə. Çünki həqiqətən nə deyirlər, səhəri necə başlasan, gün ərzində də həmin Amin. əhval-ruhiyyə davam eləyər. Amin inşallah, bəli. Amin. Hamımıza bunu arzulayırıq, gözəl gün arzulayırıq. Gününüz xeyirli olsun, xoş xəbərli olsun, gözəl xəbərli olsun, ən əsası sağlıq dolu olsun. Nərmin verilişin sonuna qədər bizimlədir. Bəli. Buyur əzizim, istəyirsən yerini Təşəkkür rahatla. Bəli, Bugün istəyirəm. yenə də qolaq qaralıyıq, al-əlvan rənglərə bürünmüşük. Hə, gördün mü maraqlı? Hə, bir-birinə maraqlı qonaqlarımız olacaq. Odur ki, Gözüm diqqətiniz bizdə olsun. Həm rəqs eləyəcəyik, gözəl nəğmələri dinləyəcəyik. Eyni zamanda bugün mətbəxdə maraqlı bir təqdimat olacaq. Amma əlbəttə ki, onu Gülmira Fərhadova hazırlayacaq. Səhərdən görürəm artıq belə xüsusi hazırlıqlar var. Ət, görürəm ciddi işlər gedir. İndi özünüz açıqlayacaq. Gülmira Fərhadova qida üzrə blokçu. Bugün maşallah bütün qızlarımız çox gözəldir. Həmişə olduğu kimi hər vaxtınız xeyir olsun. Hoş gördük. Ay bu nə gözəllikdir səhər-səhər. Gəlin izləyicilərimiz də sizi görsün. Xoş gəldiniz. Az önce. Hə, tamam, biz indi orada görüşmüşdük. İzləyicilərimiz görməmişdi axı can. Bir də görüşdük. Ellərimizi ötürək bir-birimizə. Tam belə görüşmək lazımdır. Bugün Gülmira xanım maraqlı bir təqdimat olacaq, daha doğrusu Badımcanın. Da tərəvəzlərin artıq vaxtında, Bəli, fəsil düzdür. gəldi. Tərəvəzlər artıq mətbəxdə Məncə də. hakimiyyətini qurub. Əla. Ona görə də mən Hazırlayacaqsınız də bizə? badımcanlı bir bükmə hazırlayacağam. Bükmə. Amma ətlə bir yerdə, bəli. Hə, özü Ləzzətli bir fərqli bir daddır. təqdimatda. Bu Bəli. arada ara necədir Badımcanı? Çox möhtəşəm. Çox insan Mən də yeməkdə kaprizli deyilsən məncə. Bax, hə, kaprizli deyiləm, amma baxır da bəzi şeylər yemirəm. Məsəl üçün nəyi yemirsən? Yadıma düşsün deyəcəm. O qədər
qədər də önəmli deyil. Ən əsas Olsa da yeyərsin. Əsas odur ki, ləzzətli olsun, dadlı olsun və təqdimatı da ürək açan olsun. Bəli, keçirməz. Əlbəttə. İndi bir menyuya diqqət yetirək, görək ki, nələrdən istifadə eləyəcək Gülmira xanım. Badımcanımız var. Az şəkildə yağla sobada biraz soteləyəcəm. Sonra isə içinə köftələr qoyub yenidən sobaya göndərəcəm və təqdimat sonunda. Həm asandır. Qiyməmiz var. Bilirsiniz. Deməli, mal əti hardasa 400 qram, soğan 2 ədəd, cəfəri, nanə, sonra kərə yağı, Kərə yağı və duz istiyor. Duz istiyor. Bir də halal pendiri. Elə söylədim hamısını. Oradan sizin orada oxuyuram ekrandan. Mənim rəfiqəm deyir, çox sevirəm Holland pendiri ilə qutab. Dedim, sən də dadına bax. Məsəl üçün mən onu o qədər də sevmədim. Halbuki mən pendiri sevirəm. Çox primitiv oldu da. Qutablar sadə ağ pendirdən olsa daha ləzzətli olur. Daha Ağ pendirdən. Çünki Holland pendiri soyuyan kimi artıq öz qüvvəsini yığılır qalır. Əlbəttə o yığılır deyil. qalır. Ağ pendir elə olduğu kimi qalır. Öz bizim milli yeməklərin tərkibini dəyişmək lazım deyil. Məncə də. Necə var elə daha da ləzzətli olur. Bizdədir də. Bəli, əlbəttə ki. Şabalıq qutabı da var, bilirsiniz də, dadına Amma onu mən yeməmişim. Dadmısan? Maraqlıdır. Bakılılar deyəsən edirlər. Şabalıqdan. Yəni məncə son illərdə eləyirlər. Son illərdə. Yəni mən Bakılıyıq, amma bizimkilər eləmir. Mən də, ona görə ilk dəfə Bəli, mən başlayım. Amma son illər hər yerdə, məkanlarda təqdim olunur. Məncə təzələr, təzə ideyalar. Nərmindən sonra onu gəlib mütləq dadım. O zaman sizə uğurlar deyəcəm Gülmira xanım və ara sıra gəlib baş çəkəcəm. Mütləq. Hə, Nərmin, Həmişə yeməyə əzizim. qayıtmaq lazımdır çünki. Hə, əlbəttə mütləq arada gəlib deyəcəm ki, görək o vacib olan məqamları qaçırmayaq. Nə kimi yeniliklər var, görüşməyəli. Heç bilmirəm, Və maşallah bir yerdə oturmursan. Nələrdən Bir yerdən başla da artıq. Birincisi 2 aya yaxındır görüşmürük. Düzdür. Değil mi? Bu aralarda hələ şirin çay mahnısı yox. Yox idi, doğrudur. Klipi də çəkildi. Çox bəyəndim bu arada. Çox təşəkkür edirəm. Əhvalıma Çox və izləyicilərimin əhvalına oxşayan bir kompozisiyadır, düzdür? Çox qəşəngdir. Düzdür, çox adam da siz risklidir, orada elə sözlər var. Heç siz axı başqa xasiyyətdə siz mənim xasiyyətimi hardan bilirsiniz ki? Çox da qəşəngdir. Əslində həm də aktualdır. Bəli, həm aktualdır, həm bir növ mantradır, həm bir növ belə bir pozitiv motivasiyadır. Məncə çox möhtəşəmdir. Sevdim, vuruldum o mahnını eşidən kimi. Və çox da yaraşır sənə. Çox təşəkkür edirəm. Sonra təzəlikcə Novruz Aslanla gözəl bir əməkdaşlığımız oldu. İfa edəcəm bugün. Sənin də mahnısı. Çox qəşəng oxumusan. Doğrudur. Bəli, illərin hiti. Yəni ilk dəfə, məncə bu illər ərzində heç səslənməyib də heç kimin. Mən də eşitməmişəm. Bəli, heç Ya xəbərim. bəlkə səndən dinlədim deyə o artıq yaddaşımda qaldı. Biz də təzələdik yeni aranjmanla, sırf yəni özümə uyğun formada. Həm də bir dostum var, Rövşən Civişi, buradan salamı söyləyirəm, ifaçıdır, gözəl ifaçıdır. O deyir, İlhamə xanım o mahnını yazdıranda mən studiyadaydım. Dostumla birgə getmişdim. Biz ona back vokal oxuyacaqıq, dostum. Oxuduq, bəyənmədi nəsə o back vokalını, dedi özüm oxuyacağam. Orada bəzi partiyalar var. Böyle səslər eləyir İlhamə xanım. Onu özü oxudu və Rövşən deyir ki, mən dinlədim diqqətlə səni və dedim, bəlkə hardasa bir təkrarlama olar da. Çünki istər-istəməz yalnız bir adamın ifasında eşitdiyimiz mahnıdır. Düz möhürlənmiş mahnıları çox çətindir. Sonra da Hələ yenidən dedim, bir boğazı həyat hardasa vermək. təkrarlayarsan. Deyir, heç yanda sən heç nə təkrarlamamısan. Sırf özün kimi. Nə afərin sənə. Deyirəm, qardaşım, mənim ikinci adım özüm kimidir. Doğrudur və Nərminin həm də o səs tembrini, çalarını çox sevirəm. Həqiqətən də özünə fərqli bir tərzi var. Yəni bugün kifayət qədər gənc ifaçılarımız da var. Ümumiyyətlə ifaçılarımız çoxdur. Bəzən radioda bir-birlərinin səslərini yəni qarışdırmaq olur. Amma Nərmin elə sənətçilərdəndir ki, onun səsini qarışdırmaq olur. Bu da Allahdandır, sübhanallah, minnətdaram yəni Tanrıya. Çünki səs rəngini sən dəyişə bilmirsən. Düzdür, sən manieranı dəyişə bilirsən, amma səs rəngi Allahdandır. Ya var, ya yoxdur və sən onun fərqində olmalısan. Çünki inan ki, biz səs müəllimlərimlə, musiqiçilərlə işlədiyimiz zaman heç də hər kəs dərk etmir onun sonuna qədər. Amma bəzən mənə deyirdilər, tembrını axtaraq, yeni tembr yaradaq. Mən də deyirəm, ya Rəbbi, mənim ən güclü tərəfim mənim tembrim. Onun nə axtarmağa var ki, zaten göz qabağındadır. Onu doğru təqdim etmək lazımdır. O da bir sənətdir də, yəni musiqi və mahnıları doğru düzgün seçmək lazımdır. Bəli, ki, göstərsin səsi. Həqiqətən də mahnılarını çox bəyənirəm. Yeniliklərdən olar, bir sözlə deyim, tamamlayaq. Gözəl xanəndə, müəllim Sahib İbrahimovla da mənim 2 dənə böyük
böyük layihəm var. Salamlayırıq Biri onu da bizim xalq mahnımızdır, Ay Gözəl mahnısı və onu o qədər insanlar bəyəndi, o qədər çox maraqlı odur ki, mən estrada ifaçısı olduğum üçün bəzi insanlar estradanı ciddi musiqi kimi, indiyənə kimi də qəbul etmir nədənsə. Və yalnız xalq mahnısına müraciət etdiyimdən sonra bunu necə səsi varmış kimi deyirlər. Halbuki gücünü estradada sanki sən orada mən göstərmiş daha da çox olursan. yerlərdə daha da çox göstərirəm. Elə deyil, amma orada onu tam qəbul edirlər. Məsələ bundadır. Zövqlər müxtəlifdir də, yəni musiqi Bəli, duyumu tamamilə Çox fərqli bir şeydir. mən səndən tamamilə razıyam, amma həqiqətən yəni istedadın danılmazdır. Biz bugün təbii ki, tək olmayacağıq, bir qonaqları dəvət edəcəyik. İndi isə çox dəyərli bir xanımı dəvət etmək istəyirəm. Güllü Eldar Tamarlı, deməli, Kəlağayı Muzeyinin rəhbəridir və çox gözəl bir xanımdır. Gəlin Güllü xanım, ay sizi xoş gördük. Nə yaxşı gəldiniz, bu nə gözəllikdir belə. Bugün əlbəttə ki, Kəlağaylardan danışacağıq. Bilirsiniz ki, Azərbaycanın milli qadınlarımızın olmazsa olmazı bizim milli dəyərimiz. Xoş gördük. Necəsiniz? Təşəkkür edirəm, Ay, çox nə sağ yaxşı olun. gəldiniz. Şükür qovuşdurana Yaxşı deyil. gününüz olsun. Amin, İstəkli amin. seyircilərini canı könüldən salamlayıram. Aleyküm Sizə salam. təşəkkür edirəm ki, nə yaxşı olaraq, nə yaxşı ki, Kəlağayımıza yön çevirmisiniz. Milli mənəvi dəyərlərimizə dəyər vermisiniz. Bunun özü elə, mən deyərdim ki, bir vətənpərvərlikdir. Əlbəttə. Ulu nənələrimizin ruhu sevinir ki, bugün Azərbaycan xanımları Kəlağayımızı yada salır, ondan istifadə edir, özünə yaraşdırır və təbliğ edir, təqdim edir. Bundan gözəl nə var ki? Əlavə şərhə ehtiyac qalmadı. Xoş gəldiniz bir daha. Təşəkkür Buyurun edirəm, çox əyləşin sağ olun. Nərmin xanımın yanında. Çox sağ olun. Nərmin təşəkkür xanımı edirəm. bu arada biz model kimi bugün də istifadə edə bilərik. Nə gözəl üzü var, üz cizgiləri var. Düşünürəm ki, bütün rənglər ona da yaraşar. Və Güllü xanım, əlbəttə ki, Kəlağaylara toxunanda bu bizim həssas məsələmizdir. Çünki hər bir xanımın ən vacib aksesuarlarından birincidir Kəlağayımız. Hər bir xanımın mütləq, çox demirəm, heç olmasa bir Kəlağayı olmağı vacibdir. Ona görə ki, ulu nənələrimizin ismət örpəyi, nişanlı qızların qismət örpəyi, qanqada yatıran qeyrət örpəyi olub Kəlağayımız. Nənələrimiz istifadə edibsə, onlar bilirlər ki, Kəlağayı nə deməkdir. Biz Kəlağayımızın əzəlki şan şöhrətini özünə qaytarmaq istəyirik. İstəyirik ki, hər kəs sevərək Kəlağayını özünə yaraşdırsın. Və əslində 2014-cü ildə Kəlağayı sənəti UNESCO-nun qeyri-maddi irsi siyahısına daxil olunub. Bunu unutmayaq. Və yeri gəlmişkən ən məşhur Kəlağaylar da məhz Şəkidə bir də Baskalda hazırlanarmış. Düzdürmü? Deməli, Xədicə xanım necədir? Kəlağayının istehsalı İsmailin Baskal qəsəbəsində və Şəkidə olmaqla istifadəsi bütün Azərbaycan xanımlarına aiddir. Hə, əlbəttə. Ancaq istehsal məkanı dünyanın hər yerinə yayılıb ki, elə məkanı oradır. Ona görə də orada elə bil biz Azərbaycan Kəlağayısı Minilərin Yadigarı kitabını araya ərsəyə gətirdik. Hə, Güllü xanım özü ilə bərabər gətirib kitabları. Orada biz bu kitabın təqdimatını keçirdik. Həm də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən biz Kəlağayı barədə 4 dəfə qrant müsabiqəsinin qalibi olmuşuq və Respublikamızın bütün bölgələrində demək olar ki, Kəlağayımızı təbliğ etmişik və necə sevgilərlə qarşılandığını şahid olmuşuq. Əlbəttə, o necə başqa cür ola bilər ki? Bir var müasir Kəlağayı. O müasir gənclərin, qızların tələbinə uyğun çox gözəldir. Onlar çox sevirlər. Onları da bugün yeri gəlmişkən göstərəcəyik, danışacağıq, amma əsas bir kökümüzə qayıdırıq. İlk o vaxtdan ta bugünkü müasir zamanımıza qədər o tarixi gözdən keçirdəcəyik. Qədimi Kəlağayları biz sandıqdan çıxarmağı Hansıdır bax indi bacardıq. burada ən qədimi gətirdiyiniz Ən qədimi Kəlağayı bu mənim Üzərinizdədir, üstündədir. Deməli, aha. Göyçə mahalından gələn bir Kəlağayıdır. Qoruyub, saxlayıb bunu bir gözəl bir Azərbaycan xanımı və Allah mənə onu verib. var Və mən etsin. bugün də istifadə edirəm. Ona görə ki, deyir, əzizim Göyçə mənə, şeyh düşdü Göyçə mənə, Ələsgəri çağırdım, səs verdi Göyçə mənə. Və Dədə Ələsgər ruhu bugün sevinir ki, biz onu xatırlayırıq, yada salırıq. Deyir ki, ay qız sənin nəvədəndir, kəsilib qısa tellərin, Kəlağayı əlvan qıyqacı üstündən basa tellərin. Bizim layihəmizin biri də Kəlağayı əlvan qıyqacı olub və biz bu kitabı Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi ilə araya ərsəyə gətirmişik və Kəlağayı haqqında bizim şairlərimiz təbə gəlib çoxlu şeirlər yazıb. Bilirəm, bugün sizin də təbiniz gələcək. Bəli. Deməli, Xədicə xanım, biz araşdırma aparanda görürük ki, klassiklərimizin
yaradıcılığında bənd, misralar rast gəlirik Kəlağayı haqqında. Ancaq biz təbliğə başlayandan sonra 300-ə qədər şeirlər yarandı və onların hamısı bu kitabda cəm olubdur. Aferin sizə. Azərbaycanda siz ki deyirsiniz ki 2014-cü ildə UNESCO-nun qeyri-maddi mədəni irsə reprezentativiyasına daxil olub Azərbaycan Respublikasının birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım təşəbbüsündə. Bəli. Və biz Mirvarid Dilbazi Poeziya Məclisi olaraq Kəlağayı gününü 26 noyabr Azərbaycan Kəlağayısı günüdür və o 26 noyabr Azərbaycan Kəlağayısı günü Kəlağayı bayramı səviyyəsinə gətirib çıxartmışıq. Hətta o festival şəklində Festival qeyd şəklində də olunur. keçirmiş. İndi hazırlaşırıq. Xətai rayonunda keçirəcək Nə zaman amfiteatrda aprel ayının sonunda. inşallah. 925 nəfər amfiteatrda necə sevgilərlə qarşılanır. Ağstafada nəzərdə tutulubdur. Qaradağda nəzərdə tutulub. Bir də Sumqayıt şəhərində. Yəni çox böyük zəhmət tələb edir. Və məqsədimiz nədir? Məqsədimiz nədir ki, biz könülllə sevdirək. Özlərinə yaraşdırsınlar, bəyənsinlər. İnanırsınız, bax bu qədər təbliğatdan bir də görürsən deyirlər ki, o Kəlağayıdan mən istəyirəm, hardan ala bilərəm. Və mən bizim yaxşı Kəlağayı ustalarımız var, yönləndirirəm, onlar belə əsr Kəlağayı İndi bir alırlar. neçə dəqiqədən sonra bax o peşəkar müasir Kəlağayları bugün yenidən gündəmə gətirən, bu işlə məşğul olan dəyərli bir xanımı da dəvət edəcək. Göstərərik də, hə, müqayisə edərik. Əlbəttə Bax ki. burada ən qədimi hansıdır? Mən narahatam ki, bütün kitabları biz sadalasaq, vaxtımız olmaz. Və bunu görürsünüz. Aha. Və bu cib dəsmalıdır. Keçmişdə zəngin insanlar, bax mənim ipək yaylığım var. Həmin ipək yaylıq budur. Cibdə gəzdirərmişlər. İndi bir gələn o bizim bəy nişan oğlanların toylarında gül bəli. Əvvəllər ancaq bu dəsməllərdən ipək yaylıq bəli ciblərinə yerləşdirilmişlər. Yəni bu Ən bəylərin- qədimi budur. Bu deməli bəylər yaylıq. istifadə eləyir. Bəylər istifadə edirdi, ciblərində gəzdirirdilər və bunların zənginliyi bundan sübut olunurdu ki, ipək yaylıq hər adamda olmazdı axı. Deməli ipək yaylıq cibindən çıxdısa, hətta onlar belə bəylər ağızlarını yağlı yemək yandan sonra silirmişlər. Ona ki, Kəlağay heç bir ləkə götürmür. Yandan sonra rahat gedir. Bu da Kəlağayının 1/4 hissəsidir. Törəmə Kəlağayı. Bu törəmə Kəlağaylarına da Nəmər Kəlağayı deyirlər. O vaxtı toyçular, sazandılar, zurnaçılar dəstəsi, aşıqlar yaxşı ifa edəndə onların qoluna bağlayarmışlar. Toy nişan olanda qapıdan asarmışlar. Və bir çox işarəymiş. gözəl bir hədiyyə olarmış. Bax bu qırmızı Kəlağayı bizim o Kəlağayların 1/4 hissəsidir. Bu indi qədimi Bəli, Kəlağaylardır. bunlar qədimi bax bizim Kəlağaylarımızdır. Bu da Kəlağaydan hazırlanan bax bu ipəkdir. Barama qurdundan alınan. Bax görürsüz, bax bu bir telindən 10 dənə birləşir. Aha. O 10 dənə də o birisi tərəfdə birləşir və əri şarxac olur, bir ilmə alınır. Görün burada nə qədər bu çətinliklə əmələ gəlir və biz emalatxanada şahid olduq. 46-cı prosesdə Kəlağay artıq araya ərsəyə gəlir. 46-cı prosesdə. Bəli, və bunun istifadəsi Azərbaycan xanımlarıdırsa, istehsalı Azərbaycan kişilərinə aiddir. O qədər çətin orada qaynama prosesi, rəngləmə prosesi mənim üçün çox maraqlıdır. Mən bunu çox Təkcə sizin üçün yox, hamımız üçün maraqlı. Burada masamızın üzərində qədimi möhürlər də var. Bəli. Ta qədimi zamandan bugünə qədər qorunub saxlanılıb və bu Kəlağaylar hazırlanarkən bu möhürlərin üzərində müəyyən naxışlar var. Onların üzərində həkk olunur və artıq Kəlağayı demək olar ki, son işləmlərdən keçir. Bəli. Düzdürmü? Bəli. Kəlağayımızın beynəlxalq səviyyədə tanınması o qədər gözəldir ki, mənim əzizim. Biz Sankt-Peterburqda, Moskvada Kəlağayı bayramları keçirdik və rus-gürcü dillərində mənim şeirlərim Kəlağayı haqqında yazdıqlarım tərcümə olunubdur. Nə gözəl. Və mən istərdim ki, bu gözəl Azərbaycan televiziyasından elə izləyənlər bizi şərait yaratsınlar. Xaricdə yaşayan Azərbaycanlıların da gözləri yoldadır. Siz inanırsınız Rusiya Milli Kitabxanasında bizdə orada Azərbaycanlılar sandıqdan Kəlağaylarını vətənin qoxusu kimi gətirmişdilər, başlarını örtmüşdülər. Əlbəttə, o qədər qürur duydum ki, xarici gedəndə belə biz hədiyyə olaraq nə aparırıq? Kəlağay. Xanımlar varsa orada biz mütləq Kəlağayı aparırıq da, düzdür? Və hər bir Azərbaycanlı xanımın o qürurla daşıyacağı örpək olan hansıdır? Əlbəttə ki, Kəlağayıdır. Danışım, özüm də həyəcan hiss keçirirəm və indi burada sizlə ünsiyyətdə olarkən burada rəngarəng Kəlağayları görürəm. İndi birazdan onları bir nərminə də taxacağım. Xədicə xanım, onu unutmayaq, onu demək yerinə düşərdi ki, bizim bu Kəlağayların ki, naxışları var, xalları var, gülləri var, butaları var, min cür gözəllikləri var. Ancaq
2020-ci ildən sonra çox qürur vericidir. Hə, bu masamızın- Şəhidlərimizin ruhu Olar onu qarşısında tək göstərək. mən yox, millət xalq baş əyir və xarı bülbüllər həkk olunub Kəlağayımıza. Bəli. Bu da çox qürur vericidir. Onu mən böyük Bu da bir Baskaldan olan usta sevgi rəhmətli ilə Mürşid göstərəcəm. Talıbovun hazırladığı Kəlağayıdır. Hətta 44-ü də həkk edib. Bəli, indi onu göstərəcəm. Mən bu Kəlağayını Moskvaya, Sankt-Peterburqa qədər apardım və baxan kimi Kəlağayı danışır ki, Azərbaycandan gəlibdir, xarı bülbülü var, bu vətənin qeyrətli oğulları Tamamilə var. doğru. Ona görə də şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə də can sağlığı arzulayıram. Və əlbəttə ki, hər bir xanımın, biraz əvvəl Gülü xanım da söylədi ki, evində bir kəlağayısı olmalıdır. O da bizim qürurla taxdığımız baş örtüyüz. Mirvarid Dilbazi yazır ki, məclisə nur saçdı birdən bir günəş, üzü gül, boyu sərv, gözləri atəş. Bulutlar alan tək göyləri ayı başına salmışdı bir Kəlağayı. Məqsədi poeması. Ay, təşəkkür edirəm. Valla bugünkü verilişdən mən zövq alacağam hər dəfə olduğu kimi. Və bugün bol-bol həm şeirləri dinləyəcəyik, Kəlağaylardan danışacağıq. Nərmin, ən çox sevdiyin rəng hansıdır? Hamısı gözəldir. Məndə bir sən hansı rəngi var? Adı nədir dəqiq deyə bilmərəm. O sona yaxın ən belə anladım. rənglisi var. Ən Elektrik rənglisi. rəng. Bəli, məndə ondan var. O da nənəmdən Ona gəlib. keçmişdə xanım rəngi deyərdi. Hə, o nənəmdən gəlib. Bəli, xanım Amma rəngi çox, deyərdi. burada bax biri də var. O törəmə Kəlağayıdır. Hə, onlar bunu görünsün hələlik deyə qoyun bəli, belə. bəli. Hə, ehtiyatlı olun, iynə sizə batmasın. Ay, çox gözəl rəngi var bunun. Çox Məndə qəşəngdir. bundandır. Sadəcə Gəlirəm, burada Nərmin, daha çox, üstündə daha çox güllər var. Məndə azdır. Ağ belə, az. Sizdə yelənlidir. Bəli. İstər baş örtü olsun. Ay, çox qəşəng yaraşdı sənə. Rəngini tamamilə Mən açdı. bunu 2000-ci illərin əvvəlində hələ onu indi dəbdir. Son 10-15 il düzdürmü? Təbliğatımızın Amma nəticəsində. təbliğat maşallah gözəldir. Amma mən onu geyinirdim institut vaxtlarımda və açıq deyim, indi qınayacağım da adamları. Mən özüm qınaq obyektinə çevrilirdim geyindiyim üçün. Hə, çünki deyirdilər ki, nə ehtiyac var, anlamırdılar, şərf əvəzi, yəni başa düşmürdü. Çox adam başa düşmür. Mən xaricədə gedirdim. Xaricədə təbliğ edirdim və taxırdım, bunu aparırdım özümdən. Ən Və doğrusunu burada da eləyirdim. geyinirdim. Özdə belə miks gedirdi. Adi geyimlə, sport geyimlə. Necə ki, indi hamı istifadə edir. Əlbəttə. Mən onu 20 il əvvəl istifadə edirəm. Sevə-sevə. Bəli, 2000-ci illərin əvvəlində. Amma eşitdiyim şeylər biraz fərqli idi. Nə gözəl ki, Bəli. nəhayət ki, tamamilə hamı geyinir, hamı sevir və mən də sevinirəm. Hamı kimi mən də sevinirəm. Həqiqətən də qürur mənbəyimizdir və bütün Bəli. dünyaya söyləyə bilərik ki, Kəlağayı bizə aiddir. Bu arada onu da söyləyim ki, baxın, yayda sərin saxlayarıq, qışda isidər. Bayaq Güllü xanım söylədi ki, biz onun necə aid eləyə bilərik ki, təbii Kəlağayıdırmı, keyfiyyətlidirmi, ümumiyyətlə doğru elədim. Bəli, bəli. Deməli, əzmi- əsl Kəlağayı, bunu ən əzmi- böyük Kəlağayı ovcun içinə sığışmalıdır. Aha, Bəli. bunu əzmir. Həm də ki, Kəlağayı son zamanlar bizim işbazlar, məndən inciməsinlər, pul qazanmaq xatirinə Çində istehsal olunan ərzəkli götürə parçaları bilərəm. gətirirlər ki, güya ki Kəlağayıdır. Ancaq Kəlağayı min cür örpək var. Kəlağayı başqa mövzu. Dedilər ki, üzüyün Kəlağayı içindən ciddi əgər mövzudur. keçəcəksə, Bəli, əsl Kəlağayı, ən böyük Kəlağayı üzüyün ortasından keçir. Kəlağayının iki üzü eyni olmalıdır. Kəlağayda tikiş yeri olmamalıdır. Kəlağayı naxışları ilə deyil, parçasıyladır. Əgər parçanın üstünə görürsüz, bunlar xallar vurulub, yarpaqlar vurulub, butalar da vurulur. Ancaq parçasıyla Güllü Kəlağayının xanım, Kəlağaylığı sözünüzü balla kəsin, belə Bəli, deyirlər də, bəli. hə? Bizim deməli qısa bir fasiləmiz olacaq. Bəli. Fasilədən sonra isə biz qaldığımız yerdən davam eləyəcəyik. Odur ki, diqqətiniz bizdə olsun, əziz xanımlar.
kadar sensin. Adını çağırsın, adını çağırsın. Gelersen mi? Gözlerimi yumsan. Üçe kadar sensin. Adını çağırsın, adını çağırsın. Gelersen sensiz bu dünyada gülmərəm. Həyat nəyə lazım bilmərəm. Ben seni sevirəm, söylərəm. Dönərsən mi? Gələrsən mi? Bilərsən mi? Ay, sevərsən mi? Dönərsən mi? Gələrsən mi? Bilərsən mi? Sevərsən mi? Sevərsən mi? Bravo! Təşəkkürlər. Ümumiyyətlə Nərmin hər zaman ki verilişə gələrsə o gün həqiqətən də bir hərəkət olur. Bir canlılıq olur, bir emosiya dolu oluruq və sağ olsun öz aurası ilə hər zaman verilişlərə bir xüsusi bir bayram qatır. Çox sağ olun. Həmişə sən gələsən ay Nərmin. Minnətdaram. Hələ əlbəttə ki, Biz dəvət edin, biz də gələk. Sevə-sevə, niyə də yox. Biz bugün Kəlağaydan danışırıq və növbəti qonağımızı dəvət etməzdən əvvəl bir baş çəkmək istəyirəm ki, Gülmira xanım bugün bizə maraqlı bir təqdimatda badımcanı hazırlayacaq. Artıq əti yoğurur. Bəli. Badımcanı nə etdiniz? Qabığından ayırdınız. Ayırdım, qoydum, Dilimlədiniz. dilimlədim Aha. və qoydum sobada biraz sotelənsin. Sonra bu əti biraz köftələri halında içinə qoyacağım. Deməli o nə qədər tutaq ki, qızarmalıdırmı tam yoxsa yox? Tam qızarmamalıdır. Yəni biraz da dietik hesab olunur bu yemək, qızarmadığı üçün. Daha sağlıqlı. Bu təqdimatını görməmişdim açığı. Hə, indi Da biz onu mütləq ki bugün dadacağıq. Verilişdən sonra baxacaq. inşallah. İndi bilmirəm, Gülmira xanımın özünə baxın, əynişinə baxın, gözəlliyinə Çox baxın. qəşəng xanımdır. Çox gözəl. Çox sağ olun. Maşallah. Sevirəm iltifatları. Gözləri nə qədər gözəldir. Təşəkkür Elə nazlıdır. Tamamilə ümumiyyətlə xanımlarımız hamısı bir-birindən gözəldir. Gülmira xanıma baxırsan belə onu Adam ürəyi qucaqlayıb belə salıb öpmək istəyirsən. Həyatı belə dolu yaşamaq istəyirsən. Bir də onun o gözəl şeirlərini dinləyərkən insanın ürəyi açılır. İndi növbəti gözəl xanımımıza da istəyirəm dəvət edeyim. Ondan sonra isə artıq maraqlı bir süjetimiz var, ona keçəcəyik. Nigar Həziyeva gələcək, Nigar xanımdan. Gəlin Nigar xanım. Dedim bəlkə nəyisə düz demədim. Xoş gəldiniz. Nigar xanım da çox dəyərli xanımlarımızdandır. Müasir Kəlağayları bugün yenidən həyat verən xanımlarımızdandır. Xoş gəldiniz. Necəsiniz? Yaxşıyam, təşəkkür edirəm. Siz necəsiniz? Mən də əlayam. Buyurun istəyirsiniz yerinizə siz də rahatlayın. O Kəlağaylar deyəsən sizindir, hə? Müasir Bəli. Kəlağaylar. Müasir tam deməyelim də Azərbaycan memarlığının, rənglərindən tarixin, sevirəm. əlbəttə rənglər təbii ki müasirdir, amma naxışlarımız tarixdir. Naxışlarımız qədim bərpa olunan, unudulmuş butalarımızdır və beləliklə biraz da yeni rəng çalarlarıdır. Mən sizi Bir arada. ayaqüstü alqışlayıram, çünki həqiqətən də bu böyük bir bilirsiniz, zəhmətdir. Yenidən tarixi araşdırmaq, o qədimdən qalmış, bəzən unudulmuş belə müəyyən naxışları yenidən həyat gətirmək, bu həm gözün nurudur, bu böyük bir əziyyətdir və nəticədə hər birimiz bu Kəlağayları istifadə edərkən tarixin bir parçasını üzərimizdə həm təbliğ edirik, həm də ki, əks etdiririk. Biz bu haqda danışacağıq, amma bu anda bizim dəyərli həmkarımız Aynur Hükmüravanın hazırladığı bir süjet var. Onu izləyək, daha sonra qaldığımız yerdən söhbətimizi davam etdirəcəyik. Buyurun. Moda muzeyində nümayiş olunan hər bir eksponat təkcə bir əşya deyil, özündə müəyyən bir dövrün izlərini daşıyır. İlk fikrə gələndə ki, mən modelyer olacağam uşaqlıqdan və paltarlarımı yaradanda ilk kolleksiyamı qoydum qırağa, dedim ki, mənim muzeyim olacaq. Mən
mən də 30 ilin ərzində hər bir kolleksiyamı yaradanda nümayiş elətdirirdim və onları təkliflər çox idi, satışa çıxardım, satmırdım. Azərbaycanın modelyerləri gəlsinlər, baxsınlar, zövq alsınlar və modada neçə üzrə üslublar, biçim üslublar, geyimlərin ümumiyyətlə qeyri-adiliyin və o baxışı canlı-canlı görməkləri çox mənim üçün əsas bir məqsəd idi. Burada sərgilənən zərgərlik nümunələri həm ustalıq, həm də uzun illərin zəhmətini özündə birləşdirir. Moda muzeyində diqqət çəkən kolleksiyalardan birini göstərmək istəyirəm. Bu kolleksiyalar sevginin göy qurşağı adlanır. Birinci geyim özündə alovu, ikinci geyim ayı, üçüncü geyim günəşi, dördüncü geyim isə ulduzu simvolizə edir. Muzeydə ən çox diqqət çəkən və ən çox əmək sərf edilən kolleksiyaların yanındayam. Hansı ki, bu kolleksiyalar Azərbaycanın Qızıl Səkkizliyi adlanır və UNESCO tərəfindən beynəlxalq patentlə qorunur. Bizim qərənfil paltarımız Qarabağda şəhidlərimiz, onların ruhlarına şad olmaq üçün həsrləmişəm. Xəzər dənizimiz çox gözəl paltardır. Burada şəbəkə üslubda qızıl işləmələr var. Bizim milli naxışlarımızı istifadə eləmişəm və bu paltarlar təmiz gümüşü və qızılı dəmirlərdən istifadə olunub və təmiz Swarovski daşlarla şəlalə paltarlarımızdır. Hər bir detalın arxasında fərqli bir hekayə, fərqli bir yanaşma və dövrün özünə məxsus estetikası dayanır. 44 günlük savaşımızın və qələbəmizin Qarabağda o anlar ki yaşadım, əlimlə yaratdım və Swarovski daşlarla, kristallarla yığmağa başlayanda mənim işçilərim heç nə başa düşmürdülər. Amma axırda gördülər ki, bu balaca bayraqlar uçdu və qələbəmiz həmişə bizimlə olsun. Xarı bülbülümüz 30 ildən sonra çıxıb və bizi sevindirib və mən onu öz əllərimlə xrustallardan, kristallardan yaratdım. Zamana baxdıqca bu geyimlər sadəcə keçmişi deyil, həm də sənətin davamlılığını və dəyişməyən dəyərini xatırladır. Təşəkkür edirəm Aynura. Çox maraqlı süjet oldu. Vaxtınız varsa mütləq bu muzeyə gedin. Sizin üçün də çox maraqlı olacaq, rəngarəng olacaq. Dəyərli izləyicilərimiz, günə davam qaldığı yerdən davam edir əlbəttə ki və biz qonaqlarımızla söhbətimizi davam etdiririk, kəlağaylardan danışırıq. Və beləliklə Nigar xanım, Gözəl xanım, bir həm istəyirəm ki, sən bir nümayiş elətdirəsiniz bu rəngarəng, gözəl kəlağayları. Biraz əvvəl Güllü xanım biraz da olsa məlumat verdi bizə çalarlardan. Nümayiş etdirim, amma sadəcə olaraq bəzi şeyləri vurğuluyum ki, mən Azərbaycan memarlığın və Azərbaycanda iz qoymuş tarixi xanımlarımızın adına olan kəlağayları edirəm ki, bir xatirə olaraq artıq bir Natavan xanımın belə deyək də gecəsi olan Natavan xanımın burada bu günləri İrəvan kəlağayısıdır. Bu hal-hazırda əlində olan. Bəli, İrəvan kəlağayısıdır. İrəvan bayrağının rəngləri çalarlarından. Haşiyə olaraq Göy məscidin üzərindəki ornamentdir və qalanın üzərindəki bir naxışdır. Ortada təbii ki bizim deməli o dövrün bayrağının üzərində olan şirdir. Kənarlarda əli belində xalça naxışıdır. Xalçaya vurdu, əli belində bərəkətin, gücün, dayanıqlığın rəmzidir. Butalar isə düzdür, bizim özümüzün də improvizələrimiz olur burada kəlağayda. Amma qırağındakı haşiyə, belə deyək də buta var. Onu muzeydən bir qədimi, daha doğrusu kəlağayı kitabından qədimi bir buta idi. Onu bərpa etdim və beləliklə İrəvan kəlağayısı yarandı.
Sonra Natavan Kəlağayısı bugün düzdür yoxdur o inşallah ki, amma biz onu necə elədik? Biz onu Natavan xanımı süni intellektlə Gültaç xanım Əlili aktrisamız canlandırdı. Kəlağayını Natavan xanımın sevdiyi rənglərdən onun gül dəftəri var. Gül dəftərindən, çünki mən Şuşaya gedərkən heç bir naxış tapa bilmədim, heç bir ornament tapa bilmədim, rastlaşmadım. Amma gül dəftərindən sonra maraqlandım, öyrəndim və necə çizimi varsa biz onu eləcə də Kəlağayıya vurduq. Natavan xanım atları çox sevirdi. Atı da Qarabağ atında və bulaq çəkib bilirsiniz ki, bulaqdan da bir dolça və gözəl bir həqiqətən də Kəlağayı və süni intellektlə də onu canlandırdı. Həcər xanımın öz kötücəsi Həcər Əkbərova xanım o canlandırdı. Deməli, onu da Azərbaycan indi görürük. Bəli, memarlığında gözəl butalar var və qədimdə də çox unudulmuş butalar var. Biz onun üzərinə palıd ağacının rəmzini göstərən buta var. Onu vurduq və dağlar üstündə buta haşiyəsi ilə dağlar qızı olduğu üçün Həcər xanım möhkəmliyi, qadının gücün, yoldaşının yanında göstərdiyi cəsarətin və yəni çalarları göstərməyə çalışdı. İstəyirəm o birisi Kəlağayılarda göstərim. Burada xalça naxışlarını istifadə etmiş. Biraz yeni təbii ki çalarlar etdik ki. Olsun, yeni rənglər də var. Həm yenilik, xanımlarımız bilirsiniz, naxışlar cavan balalarımızın gözlərinə artıq alışmalıdır. Yəni onlar o naxışları əzbərləməlidirlər. Gözəldir. Ortada əli belində türk motivini əlavə etdik. Sonra orada var qədim Qarabağ butası var, quş var, alov butamız var. Burada Sara Xatun var, siz göstərin. Bəli, Sara Xatun rəngi Xatun çox qəşəngdir. ağ qoyunlu bayrağının rəngləri çalardadır. Çox gözəl. Ortadakı belə deyək də naxış o vaxtı qoçların üzərində belə bir damğa olardı. Damğa deyək də belə də loqo demir, damğalar olardı. Onu vurduq konça olaraq. Bir də burada çox önəmli bir naxış var. Bilirik ki, Ağqoyunlu Türkiyənin bir neçə bölgələrində çox gözəl o dövrə aid memarlıq abidələri var. Və çoxsunun da üzərində nəbati islimi naxışlar işlənilibdir. Bir də bəli, oradakı abidənin birə-bir necə varsa, biz deməli Yelənlisin belə vurduq, belə istifadə etdik. Bu kənarlarından söhbət gedir. Və necə cizilibsə orada biz də onu Kəlağaya birə-bir onu əks etdirmişik. Bayaq Gülü xanım da söylədi ki, əsr Kəlağayı dedikdə, bax bu görürsünüz kənarlarında olan naxışlar, bu yeləni mütləq olmalıdır. Mütləq yeləni əllərinizə olmalıdır. sağlıq. İstəyirəm bir göstərək, amma qarışmasın sizinkilərlə. Burada kompozisiyalarımız da düzdür, amma belə deyək də, onların da üzərində yenə də qədimi butalarımızdır. Unudulur. Məsəl üçün, burada bir buta var, balaca böyürlərində buta var, onu da muzeydə. Yeni gəlmişkən 200-dən çoxdur, hə, buta növü, yoxsa ondan da çoxdur? Tam dəqiq. Əsas var küsülü buta. Hə, onu Sevgili bilirəm. buta. Bəli. Balaca buta, şah buta, taclı buta. Bu oradakı taclı butadır. Buradakı. Aha. Bəli. Burada bu da şah buta gedir, səhv etmirəm. Taclı buta gedir. Buna göre taclı buta gedir. Bunu da muzeydən böyülüyün də biraz... Bax, bu küsülü butadır, görürsünüz. Məndəki hansıdır bəs? Buna bir bak. Bunlar üz-üzə olanda Xədicə xanım. Bunlar sevgili butadır. Ancaq belə də küsülü butadır. Üz-üzə baxanda bəli, Bir-birinə qarşı sevgilidir. olanda sevgili olur, əks olanda deməli küslü olur. İnşallah mən küsünü taxmadım. Kəlağayını özümüz qorumalıyıq, özümüz Əlbəttə. dəyərləndirməliyik, özümüz düzgün şəkildə təbliğ etməliyik. Mənim məqsədim bu kəlağayları yaratmaqda. Məsələn, siz qeyd etdiyiniz kimi biz gedirik xaricə, Kəlağay aparırıq, düzdürmü? Və beləliklə biz artıq xaricə gedəndə öz tariximizi və ipəyimizi təqdim edə biləcəyik. Əlbəttə. Ay, Günəş rəngi də elə bir möhtəşəm. Bir də mən türk motivləri ilə qədimiliyi biraz birləşdirərək çalışıram ki, kompozisiyalar yaradım. Sənə çox yaraşır. Orada bir işarə var, dəvə dabanı deyilən ailəni
ailəni, sevgini təmsil edən haşiyəsində çox o önəmli belə deyək də naxışlardan biridir və yelənisi də çox qədimi Çəməndə buta adlanan bir yelənisidir, haşiyəsidir. Gözlərim qamaşdı, bilmədim hansına baxım, hansını şərh eləyəyim. Bu Kəlağayı haqqında biraz danışmaq istəyirdim. Buyurun. Bizim Baskal rayonunda biz çox dəyərli olan qəhrəman dayımız var. Bizim qəlbçimizdir. Demisiniz bugün efirdəsiz. Demişəm. Qəhrəman dayı. Bu Kəlağayının adı Əllərinizə sağlıq. Zərnavadır. Əllərinizə sağlıq, qəhrəman dayı. Yaxşı ki varsınız. Zərnava Kəlağayısıdır. Kəndlərinin adına hitap edib bu həsr olunub. Özü bir naxışların işləyib və deyir ki, o kənddə o qədər gözəl gül çiçək var idi ki, o qədər dərmanlı güllər var idi ki, bütün min bir dərdə dəva olduğu üçün o öz kəndlərinə onu həsr eləyib. Mən də onu sevə-sevə İpəyə, Kəlağayıya əks etdirdim və belə bir gözəl bir Kəlağayı alındı. Kəlağayımızın bu günə çatmasında Xədicə xanım, bu Kəlağayı ustalarının rolu böyükdür. Bəli, Onlar nə qədər çətinlik çəksələr də bir zaman Kəlağayımızdan danmaqla deyil, az qala uzaqlaşmışdıq. Müasirliyə doğru meyllənmişdik. Avropa yönlü Kəlağaylar, şallar gəldi, analarımızın başını bəzədi və sonradan özümüzə qayıdış kimi, yəni o məqamda Kəlağayların satışı olmadı. Ancaq onlar yenə əllərini işlərindən soyutmadılar. Elə Baskal qəsəbəsindən Abbas Əli müəllimi bağrıma basıram. Ona görə ki, onlar nəsilliklə, onun qardaşı da Mürşid Talıbov Kəlağayı düzəldibdir və bizə də bir gözəl Kəlağayı muzeyi hədiyyə edibdir. Yəni onların emalatxanasında onların çətinliklərinin şahidi mən olmuşam. Yəni bu gördüyünüz gözəlliklər necə çətinliklərin içindən o proses qaynayır, onu oradan çıxardıqlar, emalatxana Çox çətin prosesdir, bəli, çox çətin. Yəni ustaların da çox böyük əməyi var. Ona görə də onlara böyük minnətdarlıq mən eləyirəm Azərbaycan televiziyasından ki, onlar yaşatmaqda, gələcək nəsillərə çatdırmaqda, bu naxışları bizə düzgün başa salmaqda rolları böyükdür. Yəni biz istehsal etmirik. Sadəcə biz təbliğatçılarıq. 3 günə yaranır. Kəlağayı var ki, 4 saata yaranır. Yəni rəngin təbii alınmağından doğru çox uzun bir çətin prosesdir. Deməli, tam olaraq ili xatırlamayacağım, amma Baskal ustası o vaxtı İngiltərədə, Londonda 1862-ci ildə Nəsir Abdüləziz beynəlxalq orada sərgidə iştirak edəndə deyir ki, İngilis qadınlar heç qoymadılar ki, bir yerdən gələnlərə də nəsə qalsın və bütün onun keyfiyyətini onlar duydular və bütün Kəlağayları aldılar. Və biz həmin Baskalda biz həmin onun nəslinin davamçıları var. Həmin onların evində bunun təqdimatını keçirdik. Müqəddəs bir ocaqdır, orada gözəl bir nənəmiz qarşıladı. Həmin Nəsir Abdüləziz ailəsinin orada bizi çox gözəl qarşılama mərasimi oldu. Və nə yaxşı ki, biz köklərimizi unutmuruq və hər zaman nəsildən nəslə ötürülür. Qız istəyəndə biz mütləq nə edirik? Elə deyil. Şirin çayı içəndən sonra Kəlağayı ilə gedirik. Əgər biz Kəlağaydan danışırıqsa, Kəlağayının təbliğatçılarıyıqsa, ilk öncə özümüz istifadə etməliyik. Əlbəttə. Və deməliyik, bunun gözəlliyini özümüzdə çatdırmalıyıq. Təbii ki. Ona görə də istəyir kim olur olsun, onun özünün könlünün işidir. Tariximizi bilməlidir, tanımalıdır. Mən həmişə çox belə siz necə belə heyranlıqla digər MDB ölkələrinə qonaq gedəndə Qazaxıstan olsun, digər ölkə görürdüm ki, onlar milli ornamentə necə istifadə edilir gündəlik həyatda. Həmişə deyirdim bizdə niyə o qədərdir? Nə gözəl ki. Əlbəttə irəlidə. Çünki vaxtımız az qalıb. İrəlidə inşallah ki, mən də siz dediyiniz kimi geyimlərimiz, ipəkdən geyimlərimiz üzərində naxışları da düşünürəm və qardaşlıq Kəlağayları düşünürəm ki, onların naxışları ilə bizim naxışlarımızı. İnşallah irəlidə yenə tarixi belə deyək, Kəlağaylarımız olacaq ki, Turan, Oğuz, bəli, irəlidə böyük, yəni başqa növbəti bax o hazır olan işlərinizi biz sizi burada gözləyirik. Bütün işarələrin vuraraq ipəyə, yəni ki, bilirsiniz, məqsəd burada düzgün təbliğdir. Mən düşünürəm ki, biz dəyərimizi həqiqətən qorumalıyıq. Mən yenə təkrarlayacağım, Kəlağaydan ətək olmaz, Kəlağaydan əba olmaz və irəlidə inşallah ki, düşünürəm, belə də olacaq.
məktəblərdə qalstuk əvəzi, o balaca dediyimiz o çitmə deyirik də ona, onlar bağlanacaq. Ümumiyyətlə belə də dövlət sistemlərində, yəni daha çox buna Əlbəttə, onun təbliğatı Təbii davam ki, Kəlağayı böyükdür, onu eləmək olmur, amma bizim balaca ölçülərimiz də var. Ona görə yavaş-yavaş onun təbliğini özümüz aparmalıyıq. Belə. Tamamilə razıyam sizlə və bizim qısa bir fasiləmiz olacaq. Fasilədən sonra qayıdıb və təbii ki, söhbətlərimizi davam etdirəcəyik. Beləliklə günə davam qaldığı yerdən davam edir əziz izləyicilərimiz və bugün o qədər maraqlı söhbətlərimiz var burada. Həm Kəlağayıdan danışırıq, mətbəxdə ilk dəfə olaraq çox fərqli bir təqdimat oldu bu badımcanın hazırlanmasında. Əslində bilmirəm, bir çox şeyləri qaçırtdıq, başım qarışdı. Kəlağayılar o qədər gözəldirlər ki, bir-birindən rənglidirlər, fərqlidirlər naxışlarından. Amma istəyirəm ki, Gülmira xanım bizə bir balaca izah eləsin ki, bizim başımız qarışdı burada söhbətə. Siz nə etdiniz burada? Sobada dediyim kimi sotələdim badımcanları, içinə Hafif qızartdınız. Çox qızartmağa oldu. ehtiyac yoxdur. Bəli, çox olmaz çünki yəni o sobada ikinci dəfə bişəcək. Bəli. Üzərinə tomat sosu Amma tökəcəm, əlavə edəcəm. deməli. İçliyinə ət əlavə elədim. Ətində soğanı və cəfərisi, duzu, istiotu. Yalnız bunlardan ibarətdir. Və ardından tomat pastası əlavə eləyəcəm. Suda biraz həll elədim və qoyacam sobada bişəcək və üzərinə pendir qoyacam. Mozzarella. O çox dadlı olacaq. Bəli və istədiyiniz yəni ki, əlavə yeməklə süfrəyə sunum edə bilər. Məsələn, mən püre ilə etdim, kartof püresi və plovla edə bilərlər. Yəni xanımların zövqünə baxır. Mütləq baxarıq. O zaman sizə uğurlar. Mən isə Nigar xanımla söhbətimi davam etdirəcəm. Nigar xanım, çox təşəkkür edirəm gəldiyiniz üçün. Təşəkkür edirəm, çox sağ olun. Yəni Azərbaycan televiziyası olaraq, bizim heyətimiz olaraq sizə nə kimi dəstək ola biləriksə hər zaman hazırıq. Təşəkkür edirəm. Yaxşı ki varsınız. İşlərinizdə bol-bol uğurlar arzulayıram və biraz öncə söylədiyiniz kimi gələcəkdə çox maraqlı bir fikirləriniz var. Onlar həyata keçər-keçməz. Mütləq sizi burada gözləyirik. İnşallah. Varmı deyiləsi bir sözünüz, bəlkə bir salamınız, bəlkə bir fikriniz? Yox, təşəkkür edirəm. Salamı deməlim də, yəni sadəcə olaraq istəyim odur ki, Kəlağayı çox gözəl, layiqincə təmsil olunsun, keyfiyyəti olsun. Yəni istədiyim budur. İnşallah ki, düşünürəm ki, belə də olacaq. İnşallah olar. Buradan da fürsətdən istifadə edib Nübar xanıma qucaq dolusu salamlarımızı göndərik. Həmkarımdır mənim və sağ olsun ki, o məni yönləndirdi. Daha doğrusu sizlə tanış elədik. Çox təşəkkür edirəm bugün gəldiniz. Yenidən görüşmək ümidi bugünlük sizlə vidalaşacağıq. Təşəkkür eləməyəcəkəm. Və dəyərli izləyicilərimiz, biz isə qaldığımız yerdən davam edirik. Əlbəttə ki, Gülmira xanım işinə qarışmaq istəmirəm. Burada maraqlı bir proses baş verir. Yəqin ki, verilişin sonuna çatdırarıq da. Və bugün bazar günüdür, unutmuruq. Bazar günü adəti üzrə bilirsiniz ki, biz hər zaman astroloji məlumatları ötürürük izləyicilərimizə. Özümüzə gələn həftəyə, tutaq ki, ulduzlarımız bizə nələr vəd eləyəcək, bu haqda danışacağıq. Odur ki, Gülnar Əlizadə numeroloq xanımımızdır. İlk dəfə olaraq bizim proqramımıza qatılır. Xoş gəldiniz. Gəlin biz sizi izləyicilərimiz görsün burada. Ay, çox gözəl, zərif xanımsınız. Xoş gəldiniz proqramımıza. Sağ olun, çox sağ olun dəvətiniz üçün mən təşəkkür edirəm. Mən təşəkkür edirəm qəbul etdiyiniz üçün. Hər halda bugün yəqin ki, yaxşı məlumatlarla gəlmişsiniz. Bəli. O zaman buyurun əyləşin Güllü xanımın yanında. Hələ ki vaxtımız var, hə Səma? Mən çünki Güllü xanıma var. İstəyirəm ki, muzeydən danışaq, Kəlağayı muzeyindən. Deməli, mənim əzizlərim, mən bu Kəlağayıya ki, belə sevgim var. Mən Qazağın İncədərəsinin Kəmərli kəndindənəm, ancaq özüm Gürcüstanın Rustav şəhərində yaşamışam. Nənəm İncədərəsindən gələndə Kəlağayı ilə gələrdi. Qeyri-millət içində hamı bilərdi ki, gələn bu Azərbaycanlı xanımdır. Və bunun şahidini mən Sankt-Peterburqda da oldum. Deməli, orada bir metronun qabağında, çıxışında afaq işıqlıyı gözləyirdim, şair bacımı. Və bir də gördüm, bir xanım yaxınlaşdı. Dedi, siz Azərbaycanlısınız. Mən də unutmuşam Kəlağayıdayam, tələsirəm, tədbirə gedəsiyəm. Dedi ki,
Dedim hardan bildiniz ki Azərbaycan? Dedi necə, yəni Kəlağayını nənəm yadıma düşdü. İnanırsınız, mən o qədər qürur duydum ki, bizim danışan dilimizdir Kəlağayı. Biz sustuğumuz məqamda və Kəlağayıya sevgim var idi. Nənəm Kəlağayısını mənə verdi. Mən Kəlağayıyı saxladım. O evdən bu evə keçdim, kirələrdən qaldı. Bəli, orada ikinci Kəlağayı. Bəli. Həmin İnnabi Kəlağayı və mən o Kəlağayını qorudum. Elə bil bəlkə də Allahın işidir ki, onu elə məndə belə bəli qəlbimdə bir sədaqət yarandı. Mən o Kəlağayını qorudum. Sonra da gördüm ki, artıq bu unudulmaqdadır. Bu sizin nənənizin Kəlağayısı. Bəli. O kimsə indicə dedi ki, siz dediniz ki, mən çəkinirdim, elə bir təyər qarşılanırdı. Ancaq mən də ilk dəfə örtəndə çox çətinlik çəkdim. Sonradan mən xanımlara təbliğ elədim və gördüm ki, çox gözəl qarşılandı. Hamı bəyənildi. Toyla Kimsə başlamalıdır da hər şey. Deməli bir toyda bir yaşlı ağsaqqal kişi məni çağırdı. Dedi qızım, sən məni haralara apardın? O Kəlağayı ilə rəqs elədin. Kəlağayı başında. İndi örtən yoxdur. Dedim dədə, bütün Azərbaycan xanımları istifadə edib özünə yaraşdıracaq, narahat olma. Və bundan sonra bizə Kəlağayılarını etibar elədilər. O sandıqda qalan Kəlağayıları onsuz da bizim müasir gənclər sandıqdan çıxan vaxtı artıq oldu. O gün də bugündür. Hər kəsin bir Kəlağayısı var. Sevən Kəlağayısı var. Müasir, qədimi fərq etməz. Ən əsası var olsun. Gənclər müasir Kəlağayılara doğru meyillidir və ustalar da sağ olsunlar elə onların zövqlərinə uyğun müasir Kəlağayıları istifadə edir. Və Kəlağayı ədəbiyyatı yaratdıq. Bini binnət olan binəmdən gəlib. Banu çiçək kimi sənəmdən gəlib. Nənələr nənəsi nənəmdən gəlib. Verər bizə hər murazı Kəlağayı. Gür saçlara bir şəhlərə yaraşır. Gözəllərə göyçəklərə yaraşır. Hər gül üzə yanaqlara yaraşır. Sevgiyə kökləyər sazı Kəlağayı. İpəkdəndir sevincimin naxışı. Abırı, həyanı saxlar nə yaxşı. Hər ilməsi bir sevgili baxışı. Artırar qəmzəni nazı Kəlağayı. Güzgülənər, xınalanar qız gəlin. Sığallanar, sonalanar qız gəlin. Bulaq üstə oyalanar qız gəlin. Artırar qəmzəni nazı Kəlağayı. Hər butası bir möhürdür, bir xaldır. Dəyərinə dəyər verən mahaldır. Güllü bir tac kimi başına saldı. Çünki gözəlliyin özü Kəlağayı. Bugün Azərbaycan televiziyasında hər kəsin söhbəti sözü Kəlağayı. Ay nə gözəl. Yəni şərhsiz heç bir söz əlavə etmək istəmirəm. Sadəcə olaraq əməkdaşımızın bir maraqlı növbəti süjeti var. Onu bərabər izləyək. Daha sonra isə söhbətimizi davam etdirəcək. Mən doymuram onun söhbətlərindən. Bir parça gil sadəcə torpaq kimi görünür, amma doğru əllərdə o sənətə çevrilir və biz də bugün gilin ruhunu hiss edən, ona həyat verən bir qadının dünyasından danışacağıq. Mənim hardasa 5 yaşım olanda mənim anam keramika kurslarına gedirdi muzeydə. O vaxtları muzeydə keçirirdi bütün dərslər. Elə o vaxtdan balaca mən də həvəs saldım və böyüyə elə əməli başlı bu sənətlə böyümüşəm demək olar. Hər işdə olduğu kimi əlbəttə ki, keramikanın da özünün çətinlikləri var. Xüsusən də qançarda işləyəndə biz qadınlıq istər-istəməz qollarımız zəifdir kişilərə baxan. Biraz orada çətinlik çəkmişəm əvvəllərdə, amma indi yavaş-yavaş düzəlir çox şükür. Getdikcə alışır, qollar güclənir. Elə bir ki, ilk məhsulun hazırlanması duluşçuluq aparatında baş verir. Gili buradan sıfırdan mərkəzləşdirir və istədiyimiz qabın formasını burada veririk. Ondan sonra üstü yonulur, əlavə hissələri və çəkilmək üzrə qurudulur. Ondan sonra bu 2 dəfə sobaya girir. Bir dəfə belə biskvit çəkilir və bir dəfə də şirələnir. Elə bir ki, biz 2 cür işləyirik keramikada. Bir məişət keramikası, bir bədii keramika. Mən arada daha çox məişət keramikası işləyirəm deyə orada çox hisslər olmur. Orada ancaq hansısa gözəllik, estetik görünən naxışı qabın üstünə vurursunuz. Amma bədii keramikada isə hansısa kompozisiya və ya hekayəni onun üstünə danışmalısınız. Bu
prosesdə tələsmək mümkün deyil. Biraz tez davranmaq formanın dağılmasına, biraz gecikmək isə qurumasına səbəb olur. Şəxsən ən sevdiyim, düzəl hazırladığım əsərim budur. Bu elə bir ki, içindəki nar formasıdır. Bu nar forması burada ürəyi xatırladır. Elə bir ki, bu üstünün naxışları Lətif Kərimovun xalça naxışlarıdır. Bunun aralarından düşən işıq elə bir ki, xalqımızın ürəyinə, yəni içindəki narın üstünə düşür, işıq salır. Bu gördüyünüz xalça naxışları mənim atam çəkib, atamın öz naxışlarıdır. Çünki mən balaca olandan atam xalça rəssamı olub. Və bunun üzərini bir-bir əlimizlə yommuşuq. Qəhrəmanımız üçün bu anlar artıq vərdişə çevrilib. O deyir ki, hər yeni işdə eyni həyəcanı yenidən yaşayır. Gördüyünüz kimi bu qablarda da Azərbaycanın mənzərələrini az da olsa əks etdirməyə çalışmışıq qablarımızın üstündə. Misal üçün bu içəri şəhərin küçələrindən biridir. Bunun rəng tonlarını mən özüm çox bəyənirəm şəxsən. Bu isə Azərbaycan xəritəsində Azov qüllələrimizin əksidir. Bu gördüyünüz də Şirvanşahlar Sarayının uzaqdan görüntüsüdür. Bunlar da mənim ən sevdiyim Tıq-Tıq xanım obrazıdır. Narın üstündə birləşdirilmişik və belə görüntülər alınıb. Bunun daha böyük ölçüləri var idi əlbəttə ki, amma hal-hazırda satılıb. Bəlkə də keramikanın dəyəri elə bundadır. Hər bir işdə təkcə forma deyil, ona sərf olunan zaman, səbir və hisslər də yaşayır və bu əsərlər gündəlik əşyadan daha artıq məna daşıyır. Aynur'a təşəkkür edəcəm. Çox gözəl bir süjet hazırladı. Həqiqətən də xanımın əlləri qızıldı. Ümumiyyətlə, bütün xanımlarımız çox istedadlıdır, amma belə istedadlı xanımları görəndə insanın istər-istəməz ürəyi açılır. Mən isə həmən keçirəm mövzuya və numeroloq xanımımız bizimlədir, Gülnar xanım. Üzümüzə gələn həftə ərzində astroloji məlumatları mı deyəcəksiniz? Yoxsa numeroloq olaraq astroloji, həm də numeroloji tərəfdən o zaman həmən keçək. Bəli, qarşıdakı 2 həftə çox diqqətli olunan həftələrdən biridir. Çünki 2025 artıq bitdi. Mart ayının 22-sindən etibarən rəsmi olaraq biz bir enerjisinə girdik. Bu da yeni başlanğıcların enerjisidir. Ancaq 2025-ci ildə nəyi yarımçıq buraxmışıqsa, istər şəxsi həyat, istər sosial iş həyatında, tam da bu qoç dönəmində həmin o hadisələrdən üz-üzə gələ bilərik. O da deyir ki, yarım qalmış işlərini bitir. Ancaq bu qarşıdakı bu 2 həftə dönəmində bütün bürclər üçün çox şanslı dönəmdir. Yeni başlanğıclar edə bilərlər, yeni bir layihəyə başlaya bilərlər. Amma burada diqqət olunan əsas məqamlardan biri odur ki, ayın boşluq fazası. Ayın boşluq fazası olanda yeni işlə başlamazlar. Yeni bir sənədə imza atmazlar. Çünki sonradan peşmançılığa gətirə bilər. Tələskən qərarlar və yaxud da ki, bu bütünlükdə bütün insanlığa, bütün bürclərə aiddir və yaxud da ki, hər hansı bir addım atmaq istəyənlərə. Sadəcə əsas məsələ qoç, şir və oxatan bürcləridir ki, hal-hazırdakı dönəm od ünsürüdür. Onlara daha tələskənlik verə bilər, səbirsizlik verə bilər. Su ünsürü olan bürclər, xərçəng, balıq, əqrəb, onlar daha həssas və emosional ola bilərlər. Tez bir nəyisə bitirmək istəyə bilərlər, emosional partlayışlar yaşaya bilərlər. Ona görə onlar daha çox diqqət eləməlidirlər. Hava ünsürü olan bürclər isə tərəzidir, dolçadır, əkizlərdir. Onlar ikilimdə qala bilərlər bu dönəmlərdə qərar verəndə, ancaq yenə onlar da tələsməməlidirlər. Xüsusi bir günü qeyd eləmək istəyirəm ki, ayın 30-u və 28-i tarixləri. Bu ayın 30-u. Bəli, bu ayın 30-u səhər saat 11-dən axşam saat 10-a kimi ay boşluqdadır. Yəni sizə anidən yeni bir layihə gəlsə ki, bu gün gəlin imza atın. Bu gün yeni bir başlanğıc eləyin, o günü gözləyin. Bəli, hələ gözləyin. Çünki o dönəm keçsin. Çünki o dönəmdə gələn təkliflər bəzən boş çıxa bilir və yaxud da ki, sizi qaynaya olan olmur. O dönəmdə sənədə bir imza atılsa, bir peşmançılıq ola bilər sonradan. Çünki sizin istədiyiniz kimi olmaz. Qaydalarda oxuyuduqda nəyisə nəzərdən çıxara bilərsiniz, gözdən qaçıra bilərsiniz. Bunlara diqqət eləmək lazımdır. Ayın 30-undan sonra deyirsiniz ki, fikir müvafiq. Bəli, ola bilər. Ancaq əslində bu dönəmdə, bu qabaqdakı 2 həftəni dəyərləndirmək, məhsuldar olmaq, hər şeyi gözdən keçirmək may ayında daha gözəl nəticələr verəcək. May ayında daha bəhrələrini göstərəcək. Ona görə ümumiyyətlə 4 rəqəminin energetikası 4-cü ay məhsuldarlıq enerjisidir. Bu dönəmdə daim məhsuldar olmaq lazımdır, çalışmaq lazımdır və hər hansısa bir sistem qurmaq istəyirsinizsə, onu yenidən gözdən keçirtməlisiniz. Çünki bu dönəmləri gözdən keçirtməyəndə, sonraki dönəmlərdə onun nəticəsini almayanda, bax, onda anlaya bilərsiniz ki, tam da bu ayda o fürsətlər dəyərləndirilməyibdir. Hə, bitdi mi?
Başqa sizin əlavə suallarınız varsa oradan fikirə bəs bilərəm. hər bürclə bağlı olan bir məlumat ötürmək istəyirsinizsə, Olar, deyə bilərəm ki, bu dönəm ən uğurludur qoçlar, şiir və oxatanlar üçün. Onlar üçün bu dönəmlərdə daha çox belə öndə görünmək, ondan sonra səhnə arxasında olmaq, işlərində uğur qazanmaq daha aktivdir. Ancaq bir tip xərçənglər, balıqlar və bir də ki, digər bürclər daha həssas olurlar bu dönəmdə. Onlar isə həssas qərar verə bilərlər. siz tək deyirsiniz. Gülə nə zaman baxıram, astroloqlar deyir ki, balıq həssas dönəmdədir. Hə, balıq həssas dönəmləri daha biraz realist və materialist yanaşmaq lazımdır bəzi mövzulara. Ona görə belədir. Qarşıdakı bu dönəmlərin çox boşluq dönəmləri olduğuna görə ayın fazaları. Məsəl üçün, baxın, sabah 13 tarixində bəzi aralıqlar var ki, günorta 1-ə kimi, ayın 15-i, ayın 17-si, bu dönəmlərdə hissə-hissə boşluq fazaları var. Ona görə dediyim kimi, istər münasibətlərdə də, istər danışıqlarda, istər adi mesaj yazışmalarında belə diqqətli olmaq lazımdır. Deyilən hər bir sözdə ehtiyatlı olmaq gərəklidir. Səma xanım söyləyir ki, ayın neçəsi Səma? 12-si və 18 aprel tarixlərində hansı bir özəl bir hadisə baş verəcək? Bugün 12 aprel, bugün əslində yaxşı günlərdən biridir. Bugün 3 rəqəmin energetikası aktivdir. Özünü ifadə etmək, üslub, öz bacarığını göstərmək, yaradıcılığını insanlara göstərmək üçün çox gözəl günlərdən biridir. 18 rəqəmin energetikası bir tamamlanmadır. Əgər həmin dönəmdə hər hansısa bir işi bitirməlidirlərsə, hər hansısa bir iş yarımçıq qalıbsa, onları tamamlamaq daha uğurludur, daha yaxşıdır. Nərmin, dolçasan da deyəsən. Bəli, mən dolçayam. Hə, sakit dayanmısan. Sualım var. Əslində boşluq haqqında, ümumiyyətlə ay necə bir boşluq ayıdır doğrudan da. Biraz hardasa bütün qərarlarda hər şey demək istəyirəm ki, nəsə elə bir ki çatışmır. İndi də bu boşluq sözünü çox istifadə edirəm. Mən yaşadıqlarımdır deyəsən. Nəsə hissiyatım deyir ki, elə odur. İnşallah ki, may ayında hər şey düzələr. Hə, may daha belə pozitiv olan bir dönəm olacaq. O çəkilən zəhmətlərin bəhrəsinin görüldüyü dönəm olacaq. Amma hə, bu dönəmə biraz boşluqlar olduğuna görə insanları tələskənlik gətirə bilər, səbirsizlik gətirə bilər, yeni başlanğıclar gözəl və parlaq görsənə bilər. Ancaq o, yəni olmaya bilər də biraz belə. Aygül xanım, sizin burcunuz nədir? Xərçəng. Xərçəng, mən də xərçəng bürcüyəm. Xərçənglərlə bağlı nə deyə bilərsiniz bizə? Xərçənglərlə bağlı bu ayı xərçənglər daha həssas ola bilər, daha ürəyinə toxuna bilər. Çünki 4 rəqəmidir. 4 rəqəmi qəlb energetikasından danışır. Hər şey tez qəlbə deyə bilər, tez kövrələ bilərsiniz, tez incəyə bilərsiniz. Buna diqqət eləməlisiniz. Nəsə narazı olanda tez qəlbimə deyir. Hə, bu ay bizlər üçün daha həssas dönəmdir. Ona görə hər şeyi bir şəxsi qarşılamamalıyıq, şəxsiyə götürməməliyik, özlərimizə götürməməliyik. O zaman hansı mesajı ötürə bilərik bizi izləyən izləyicilərimizə, əziz xanımlarımıza, özümüzə gələn həftə ərzində nələrə diqqət yetirsinlər, yəni ümumilikdə? Bütün bürclərə aiddirsə. Bir tələskənlik olmasın, münasibətlərdə geri dönüşü olmayan səbirsiz addımlar atılmasın, sözlər deyilməsin. Çünki bu dönəmdə olan bəzi qərarlar və yaxud da ki, ağızdan çıxan bəzi sözlər münasibətlərdə bitişə gətirə bilər. Ona görə diqqət eləmək lazımdır. Çünki dediyim kimi qəlbə toxunur. Əgər bu da su ünsürü bürclə əlaqə saxlayırsa, onlara bir ekstra daha diqqət etməyiniz gərəklidir. Belə. Belə, o zaman nə edək? Diqqətli olaq, səbirli olaq və içimizdəki ən əsası niyyətimiz gözəl olsun, əməllərimiz gözəl olsun, ağzımızdan çıxan sözlərə diqqət yetirək, gözəl sözlər söyləyək, səhərimizi gözəl dualarla açaq, həyata pozitiv baxaq, məsəl üçün Nərminin mahnılarını bol-bol dinləyin, keyfiniz gözəl olsun. Baxın, artıq elə gözəl bir fəsirdəyik ki, kəlağayınızı atın başınıza, bir çıxın, bir gözəl parklarımızı gəzin, övladlarınızla, ailə üzvlərinizlə, hədiyyə edin. Gözəl mətbəxdə maraqlı, ləziz yeməklər hazırlayın, hə? Bəli, bəli. Bu arada sobada hazır da. İnşallah ki, verilişə nə qədər qalıb bitməsinə? 3 dəqiqəmiz qalıb. Ay, bəlkə onu bir göstərək ki, görünüşünü görsünlər, amma ehtiyatlı olun, əlinizi yandırmayın. Əziz xanımlar, gözəl xanımlar, Aygül xanım, bəlkə bir fikriniz var, çox qısa amma. Buradan izləyicilərimizə söyləyə bilərsiniz. Hər bir Azərbaycan xanımın bir kəlağayısı olsun. Azərbaycan xanımlarının hədiyyəsi kəlağayı olsun. Kəlağaydan istifadə etsinlər və hər kəsə
Kəlağay ömür arzulayıram. Sizə də təşəkkür edirəm dəvət üçün. Ay, mən təşəkkür edirəm. Mənə gəl ki, biz yenidən sizinlə görüşməliyik. Deyiləsi sözümüz çoxdur, amma vaxtımız azdır. Elə deyil. Sizin hələ şeirləriniz var biri-birindən gözəl. Onları da dinləməyə hazırıq. Və bu arada yavaş-yavaş artıq servis olunacaq. Yəni, bugün hazırlanan yeməyin təqdimatı olacaq. Məncə çatdıracağıq. Və əməyi keçən hər kəsə təşəkkür edirəm. Azərbaycan televiziyasının yaradıcı heyətinə təşəkkür edirəm. Ələxüsusda bizim proqramımıza çalışan hər kəsə. Həftə sonunuz gözəl olsun, gününüz pozitiv olsun, gözəl niyyətlər olsun, gözəl insanlarla qarşılaşasınız və nəticə etibarilə gördüyünüz kimi Gülmira xanımın hazırladığı bu gözəl badımcan artıq hazırdır. Doğrudan da gözəldir. Əminəm ki, dalı da dadlı olar. Hə? Göstərin biz də. Hə, göstərim də. Amma istidir uşaqlar. Çox qaynardı. Aha, çox qaynardı. Deməli, hansı kamera çəkəcək? Görür. Ehtiyatlı olun. Ehtiyatlı olun. Necə lazımdır? Onu mən göstərməliyim. Qız o boyda əziyyət çəkib. Heç elə şey olar ki, biz onu göstərməyək. Hə, heç nə olmaz. Eyvota ki, mənim əlim yansın. Ay, amma çox qoxusu çox qəşəngdir. Əllərinizə sağlıq. Çox sağ olun. Biz bunu mütləq verişdən sonra degustasiya edəcəyik və dəyərli, gözəl, əvəz olunmaz Nərmin. Bəli. Sizin ifanızla yavaş-yavaş proqramımızı yekunlaşdırırıq. Varmı deyiləsi sözdürsə? Buyurun və Sözün musiqi ilədir. o zaman olsun. Bizi izlədiyiniz üçün var olun, sağ olun.